Değerli illilərimiz, əziz Kəlbəcərlərim, 30 ildən çoxudur bu həsrətlə yaşayırdıq, bu arzu ilə hər il bayramlarda, bahar bayramı gələndə arzu edirdik, niyyət edirdik ki, növbəti ili, növbəti bayramları Kəlbəcərdə qeyd edək. Şükürlər olsun bugün. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bugün gəlmişik. Bugün mən axır çərşənbəni qismət oldu, nəsib oldu, Kəlbəcərdə qeyd edirəm. Kəlbəcərdə qarşılayıram. Şairimiz, dəyərli şairimiz belə bir şeiri var ki, mənim arzum budur, diləyim budur. Hər il sevindirsin el bu bayram. Nə gözəl tarixdir, nə gözəl gündür, çünki taxta çıxıb əli bu bayram. Keçmişi, tarixi uludur, ulu. Rəhmət kim qoyub bu gözəl yolu? Həmişə bol olsun elin məhsulu, yox etsin hər dərdi sər bu bayram. Səmənilər süfrəmizi bəzəsin, çöllər açsın, çiçəklərin təzəsin, quşlar qaçsın bir-birinə şən səsin, yox etsin hər dərdi sər bu bayram. Sönməz, hər qapıda tonqal çatılsın, cavanlar sevinclə üstdən atılsın, qoy hamını arzusuna çatırsın, xınalasın neçə əl bu bayram. Bayramınız mübarək olsun. Arzu eləyirəm, vətən həsrətində olan hər bir kəsə qismət olsun, gəlsin öz vətənində, öz yerində bayramını qeyd eləsin.